Tank gelmedi. Uşaqların hamısını gönder gelin təpələri tutun. Hamısı qırıldı. Kömək 40 dəfə deyir tank gəldi. Heç kim işləmir. Bu vaxtı biz texnikaları salamat verdik. İndi bizə gəlib texnika vermirlər ki, biz qabaq kimi vuruşaq. Gəlib deyirlər, get köyünə texnikanı Belə öz texnikamızı versinlər, öz texnikamızı. Bir də ermənidən aldığımız texnikanı versinlər, все. Ermənidən aldığımız texnikanı versinlər. Bir dənə Allah taldan arz edirəm ki, bizim o privat onlara insaf versin ki, bizi oynatmasınlar. Pastayanını, bax buranın ucu 3-cü səfərdir burada da deyirlər. Alıb verin. 3-cü səfər alıb vermişik, Geranboy batalyonu olub, tərtərlə bir yerdə. Bəli. Almışıq, yenə də həmən torpaqları biz düşəndən sonra veriblər. Dünənlərim hələ bir dənə erməni də gəlib, özü gəlib silah hazırladı verib ki, mən sizə təslim olurlar. Burada? Hə, burada gəldi bizə, burada təhvil verdi ki, silah hazırladı ki, Elə şey olub? Ermənin özü? Bəli, erməninin özü, biri gətirdi silahdan təhvil verdi. Apardılar tərtərdədir. Azərbaycanı gəz özünü danış. Günəşli ölkəmə gözlərinlə bax, sonra ayrılığa döz özünü danış. Sağ ol qadınım, sağ ol. Atını yavaş sür qazağa qədər. Şairlər yurdudur, yaxşı sal nəzər. Hər şeyə diqqət ver, dolanma hədər. Axtarsan tapılar, yüz özün danış. Halal sağ ol. Kıram körpüsünü elə ki keçdin. Olmasın qəlbində nə kədər, nə kin. Çox qonaq pərvəri, nə utan çəkin. Gör nə mehribanıq, biz özün danış. Bizə yalnız texnika. Ayrı şey istəmirik. Bizə texnika versinlər. Biz öz işimizi bir istəyik, tramvay yox, marketi yox, hala para lazım ki, isparaketi yox, Erevana getmiyorlar. Erevan ne əsas adı onun? İndi prosto ermənidə Yerevan qoyur. Nəysə, bir şeylə texnika çatışmır, azdır texnika. Texnikamız bizə az, texnika. Oldu. Gətiriblər Bakıda, Kaprobotdan gətiriblər, bunlar da yaxşı işləmir. Buradan gəlib, yaxşı, 3 dənəsini ədə atsan, sonra zakkinit eləməyə başlayır. Ben bir şey çatdırmaq istəyirəm ki, televiziya vasitəsilə, bizim o başqa planlar. Bizəcə texnika versinlər, texnika, aşı istəmirik. Nə desələr, biz eləyəcəyik. Xankənd yox, düz Yerevandan da aynı keçək. Ancaq bizim texnikalar versin, Geranboyun yenilməz batalyonu fəaliyyətdədir. Dikı vayskası. Fəaliyyətdədir, öz fəaliyyətini başlayıb, hər şey də yaxşı olacaq. Bizə bizim rəhbərlərdən xahişimiz odur ki, bizə texnika versinlər. Aşı istəmirik. Qalan şey hamısı bizim boynumuzda. Bu da bizim nəzarətimiz altında da bunlar hamısı. Özüməm, sizin heç vecinizə deyil, Bu cür oğlanlarla hara desən gelib çıxmaq olar. Çox çəkilmişik bu televizora, amma istəyənlər çəkirlər, uşağı uzandırdılar, yeri atır, o erməni gəlir. Harada eləyirdilər onu? Harada eləmir? Çardaxlıda. Çaylıda. Hansı ki qabaqda olurdu. Deyirdim ki, kişisiniz, bunu gedək qabaqda döyüşü hər şeyini çəkmirdilər. Elə deyim, uşağın yeri erməni yoğa gəlir, atır. Özünüzü qoruyun da. Allah'ım ona. İnşallah kalan o saxlaya da saxlayın. Özümüzü qorumaq. Öyle hissi olunur, sizin sayenizde alındı bura. Her şey göz qabağındadır. O böyükündəki o birində bir təzə qalmış. Ondakı o... Sağ ol, sağ ol. Yaxşı ol, gülə-gülə. Jurnalistlərə də çatdır ki, səni kim gəlsinlər, çıxsınlar pozisiyada, dalda çəkməsinlər o. 5-6 dərə şey çəkirlər, arxada həmişə. Gəlsinlər, səni kim burada istansınlar. Eybi yox. Bax, onlar da çatsın. Sağ ol, sağ ol. Yaxşı. 5 dənə snarya datdı dedik Qaçdır, bizə görə qaçmırdı. Sizlərə qalıb deyil ağzından. Onu var, tahtı qaçdı. 5 ildir. Öz gücümüzə qorudu. Ağdamın KPP-nin rəisinin silahı əlimdə, bez dokument, mən o kətdə vuruşdum. Qılçımdan yaralı aldım, məni şoförlər yolda götürmədi. Biz bir millət kimi müxtələşməmişik. Dünənləri saat 5, səhər saat 5-dən, axşam saat 5-dən Avdal kəndində qaldım. Kambirikdən tutdun, hamısına qədər. Çağırdıq, zəng elədik. Bizə nə bir tır vermədilər xəstəmizi, çıxardıq yaralımızı çıxar. Çiynimizdə kələsərətən getdik. İndi də bu günlərin nə lazımıdır bu bir-birə qırat atıb özümüzünkiləri qırmaq? Başçımız yoxdur, komando işi yoxdur, onun da dərdindən biz bu müsibət çəkirik. İrəli döşləməyin xeyri yoxdur.
Başçı lazımdır, komando işi lazımdır. Bize kömək belə olsun. Ha, indi dalaşmayaq ha qardaş, ne olur? Deyir ki, qabaqda tank var. Gedirəm, görürəm tank nə yazır. Erməni tankı. Geçin aşağı, durmayın burada. O boyda yol gelmişsiniz, gelip burada indi. O yüzden yol var da oradan gelin geçin. Oturun, ben oturun. Diyelim oradan geçin bari dönün. Ermənilər qıratla, zenitli plamyotla, topla ateş elədilər. Biz çağırdık rayona. Ümumiyyətcə har əlimiz çatırdısa bizə nə bir tank gəldi, nə bir BMP gəldi. Onlar bir dənə tankımızı odladılar. Bir tankımızın da benzini tutardı ortada kaldı, biri de adama kaçtı. Ondan sonrasına saat 5 akşam iradələrimiz gördü, heç bir yerdən kömək yoktu. Uşaqları götürüb qırana kendimiz odlandı, qıraq üstünün qabağına çıxdıq geldik. Bu da kiminsə bir oyunudur, hansı qrupbanınsa bir oyunudur. Bax bu qrupbalar, bax bu cemaatdan mən minnətdarımı bildirəm. Bizi leş kimi qabağa ötürürlər. Bəri. Hamını götürün de. Yox, bərilə qoy səsini eşit. Eşidirəm, səsin varsa səsin düşür. Deyil, sən sözünü deyil. Ben bilmirəm bu kimin qrupbasıdırsa, bir bile yazıq birinci. Maladoy, Azərbaycan Sovet saldatıdır bu. Bunun tankı geri çəkirlər. Bununla mən ağsaqqal, bu mənim uşağım. Bizi ötürüb qırırlar. Şimdi vahid komandanlıq yoktur, bize bir komandeliyen yoktur. Kimsə bunu ölçübay qoy bilsin. Ağdamın xalq cəbhəsini bilmirəm, Ağdamın raykomun bilmirəm, Ağdamın hərbisini bilmirəm. Nə bunun yiyəsi yoxdur, nə bizim. Bizi ötürürlər mal kimi qabağa, erməninin tankayla öz texnikamız daldan. Salırlar qabağa, qırırlar, bizə bir qədər skor pomoşda vermirlər ki, biz aparalım. Gözündən gördün də qardaş. Gördüm. Bir yatanamız yol geldi. Hələ yemək də yeməmişik hacı. Avdalda, Tahrazdan gələn meydi, qov, elli yaralı, uşaqlar işlərlə getirir. Açdı deyirlər güllərin qabına yeyəcək. Biz indiyənətən, bax biz indiyənətən nəyə gözləmişik, kimi gözləmişik bilmirik, hansı hökumətə qulluq elədiyimiz şəxsən mənim başımın tükü tökülüb, ağlımla elə yoxdur, mənim bir dəli kimi. Bu uşaqdan sonra kimə qulluq eləyir? Bu müharibə deyil. Vətənimiz üçün canımızdan keçməyə hazırıq, bax bu balamla mən, hamısı mənim balam. Atası mən, balası mən, vahid komandanlıq yoxdur, hansısa gəlin Marfiyanın hesabına bizi qırırlar. Ötürürlər qabağa bizi. Mən bax bu qədər, qoy da səsimi eşidən olsun. Bugün bizim vertolyotlar geldiler. Vertolyotlar geldiler, Abaronunu geninden attılar, vertolyotlar ileri girmedi, samalyot kalmadı, kendimizi vurmadı. Bomban turladı. Hala qırat atdı, öz qıratlarını onun da hamısı vahid komandanlığın olmamadı, reaksiya qabaqdan düzgün abarot verməmədi, kəşfiyyatımızı işləməmədi. Qoşun indi gəlir yarısı hələ. Ermənilər dalı gəlir.